ateşi doğmaz da artık. Bitmez bu sevgimiz, gitgide çoğalır. Futbol ateşi doğmaz da artık. En büyük Thomas Premier Ligası. Bu arada komandalar Hakimlər Briqadasının müşayiəti ilə artıq meydana daxil oldular. Ömər Paşayev əlində oyunun topu ilə meydana gəldi və indi azarkeşləri salamlayacaqlar. Daha sonra maç başlayacaq. Turun ikinci maçı Ömər Paşayevin startı ilə başladı. Oyuna başlayan tərəf Zirə komandası oldu. Komandalara uğurlar arzuluyuruq. Və indi Zirə futbolçuları meydanın özlərinin ait hissəsində mərkəzdə paslaşırlar. Yovan Kırnetanın yoxluğunda müdafiənin mərkəzinə Çimey Zimbanı çəkib. Topu qəbul elədi. Nicat Muxtarovun ona pressingi var idi. Qüvvətli zərbəli topu irəli vurur. İndi qapçı üzbəyiz qaldı Nelson Boniyə. Əla imkan var. Hesab açmaq olar və hesab açılır. Sumqayıtda hesab açılır. Bir dəqiq ötürmə. Nelson Boniyə qapçı ilə üzbəyiz qaldı və Salat Ağayevdə sıyrılaraq topu boş qapıya göndərdi. Qarşılaşmanın 4-cü dəqiqəsində ilk gol vuruldu. Zirə Sumqayıtda hesabı açır. Boniyə və Igor Ivanoviç həriyə 3 top vurmuşlar. Salahət də çıxışda səhvə yol verdi. Nelson Boniyə ilk cəhdə topu qapısının başı üzərindən aşırmaq istədi. Orxan fikir verdisə, daha sonra göydən düşmə top oldu Nelson üçün və boş qapıya topu sol ayağı ilə göndərdi. Futbolçuları Nicat Muxtarov ötürməni qəbul edir. Cəbri Veydazasına girir, ötürməsini edir və hesab bərabərləşə bilər. Əla imkan var hesabı bərabərləşdirmək üçün Ayaz Mehdiyev, Yunanovdan öncə Ayaz Mehdiyev zərbəni vuran futbolçu idi, hörmətli tamaşaçılar. Amma son anda top Adil Nağıyevin ayağına dəyərək meydandan çıxdı. Öz sözünü deyir. Mikayıl Rəhimov topu irəli Amil Yunanov istiqamətində göndərdi. Və indi hesab bərabərləşdirmək olar. Əla imkan var idi. Uğurun zərbəsi, Uğur Pamuk'un zərbəsindən sonra Anar Nəzirov komandasını qoldan xilas eləyir. Küncdən zərbə. Kənar vəziyyəti yox idi. Amil Yunanov top Uğur Pamuk'un qarşısına düşdü və dərhal topu saxlamadan zərbə vurdu. Səhv buraxsa da hər zaman təcrübəsi ilə önə çıxan olub. İndi Tato birbaşa qapıya göndərir. Top qapının üstündən keçir. Göndərdiyi top Uğur Pamuk. Lakin Küncdən zərbə. Çimezə. 7 qolu var Orxan. Bunlardan biri Ruslan Qurbanovdur. Richard Almeyda və Ruslan Qurbanov. Top uğrundan mübarizədə ayaqlar bir-birinə dəydi. Hamid Quluzadə. Uzaqdan indi zərbə, düz birbaşa Anar Nəzirovun qucağına gəldi top. İşarə eləyir. Bu 2 dəqiqədə Sumqayıt bərabərlik topunu vura biləcəkmi? Onun üçün əla imkan Nicat Muxtarov. Anar Nəzirov sanki gözləmirdi. Ötürmə yoxsa zərbə. Səsləndi. Bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Burada Anar Nəzirov hesabın bərabərləşməsinə demək olar ki, imkan vermədi. Məhz o da İlk dəfədir ki, Sumqayıtın heyətində. İlk 18-liyə Bu arada düşüb. Amil Yunanovun əla imkanı var idi. Amil Yunanov son müdaxilədə Amildən gəldi. Qapıdan zərbə. Qapıçısı, bəli. 27 Rəşad Abdullayev bu həm də komandanın kapitanıdır. Buna baxmayaraq hələ ki Adil Şükürov futbol Rəşad Abdullayevə hələ ki start 11-liyində yer verməyib. İkinci qayda pozuntusu. Və növbəti dəfə şifahi xəbərdarlıq. Cəm meydançasına ötürmək, lakin Səlahət Ağayev vaxtında mövqeyini tərk etdi və Oyundan kənar vəziyyət var idimi? Yox. Vüqar Bayramovun bayrağı havaya qalxmadı. Ən yaxın olan komandadan söhbət gedir. 7 xal fərq var. Azal sabah maçını keçirəcək. Kəpəzlə qarşılaşacaq. Amil Yunanovun əla bir fürsət. Amil Yunanov, Çimey Zimba. Etirazlar var. Sanki əllə oyun işarəsi var idi. Amil Yunanov amma hakim künc nöqtəsini göstərir Ömər Paşayev. Küncdən zərbə olacaq. Təkrardan daha aydın görə bilərik. Amil Yunanov bax bu kameradan, bu rakusdan daha aydın görünəcək. Amil Yunanov son zərbəni vurdu. Amma o qədər cəld və sürətli zərbə alındı ki, görmək mümkün deyil. Küncdən zərbəni izləyək. Başla zərbə Mikayıl Rəhimovdan və hesab bərabərləşirmi? Yox, Ayaz Mehdiyevin təkrar zərbəsi də alınmadı. Əla imkan var idi Sumqayıt futbolçularının 9-cu dəqiqəsində. Təkrar izləyək. Mikayıl Rəhimov uzaq küncə, Anar Nəzirovun da müdaxiləsi var idi. Çimezi son müdaxiləni edir. Anar Nəzirov, bəli, müdaxilə etmişdi Anar. Təkrar zərbə ilə Ayaz Mehdiyev qapını dəqiq nişan ala bilmədi. Top ayağına oturmadı. Növbəti hücum qurmağa çalışırlar Zirəli futbolçular. Elvin Məmmədov. Lakin burada qayda pozuntusu var. Yenə Emin Mehdiyev və qırmızı bərəqə. Bir qədər əvvəl mən bundan danışırdım. Orxan, məhz bunu deyirdim. Sistematik qayda pozuntusu. Ömər Paşayev xəbərdarlıq etdi Emin Mehdiyev ikinci hissənin əvvəlində. Dağılınca, arxasınca ikinci dəfə qaydanı pozdu. Üçüncü belə qayda pozuntusunda Ömər Paşayev
Emin Mehdiyevi bağışlamadı. Bu sistematik hal aldığı üçün Emin Mehdiyevdə sistematik qayda pozuntusu və Ömər Paşayev ikinci sarı vərəqəni göstərir. Amid Quluzadə kün zərbəsini yerinə yetirir. Amid Quluzadənin cərimə meydançasına yaxın küncə göndərdiyi top. Zərbə gəlir. Əla da zərbə vurmuşdu Mikayıl futbolçulardan. Bir qədər əvvəl Mikayıl Rəhimovun hesabı bərabərləşdirməyə yaxın olduğu an idi. Artıq Mikayılın bu ikinci zərbəsidir. Az əvvəl və indi üçüncü zərbə gəlir Amil Yunanovdan. Çərçivəyə düşə bilmədi. Zərbə vurdu Anar Nəzirov. Daha sonra ardınca Amil Yunanovun başla zərbəsi çərçivəyə düşə bilmədi Amil. İrəli doğru ötürməsi Amil Yunanov və sıyrıla bilsə Çimezdən zərbə vura biləcəkdi. Nicat Muxtarovun zərbəsi Amil Yunanov daha bir şans. Yenə Amil Yunanov bu şansı boşa verir və ayağını tutur. Qalan dəqiqələr ərzində bir neçə dəfə hesab bərabərləşdirmək üçün yaxşı fürsət olub, lakin hələ ki o istəyinə çata bilmir. Sarcınata ötürməlidir Nelson Boniyaya. Nelson Boniya, Nurlan Novruzov. İkinci gol gəlirmiş. Salat Ağayev bunu imkan vermir. Əla imkandan yaralana bilmədi Zirənin futbolçuları. Həll olmuşdu. Mənə gəlir ki, Nurlan Novruzovun bax bu epizod oyunun dönüş nöqtəsi ola bilər Orxan Sumqayıt üçün. Məmmədov oynayır. Elvin Məmmədov sol cinatdan cərimə meydançasına daxil olur. Elvin Məmmədovun ötürməsi Salat Ağayev son anda müdaxilə elədi. 17 yaşlı futbolçudan söhbət gedir və indi ikinci qol vurmaq üçün əla imkan var idi. Qapı tiri Sumqayıtı qoldan xilas eləyir. Nelson Boniyanın başla zərbəsi yaxşı zərbə vurmuşdu. Etiraf eləmək lazımdır. Salahiyyət heç reaksiya da göstərə bilmədi. Amma dostu köməyinə gəldi. Qapı tirindən söhbət gedir. Olduğu üçün hakim davam işarəsi verdi. İndi təmkinin ötürməsi qol gətirə bilər. Bəli, Nelson Boniya amma son anda qapı xətti üzərindən Bəxtiyar Həsənzadə topu uzaqlaşdırdı. Bir qədər əvvəlki epizodun təkrarını izləyirik. Tərzin Cahangirovun ötürməsindən sonra top sanki Nelson Boniyan bir qədər gerisinə düşdü. Elvin Məmmədovun cərimə meydançasına girdi, ötürməsini dedir. İkinci top, oyun bitdi, hörmətli tamaşaçılar. Rəşad Abdullayev qarşılaşmanın 92-ci dəqiqəsində ikinci qolu vurur və oyun bitdi. 92-ci dəqiqəsində qolun təkrarını bir daha izləyək. Elvin Məmmədovun ötürməsi son zərbəni vuran, çərçivəni dəqiq nişan alansa Rəşad Abdullayev idi. Dəqiqənin son saniyələri Ömər Paşayev. Ömər Paşayevə baxıram mən. Ömər Paşayev hələ ki oynamağa imkan verir. 93-cü dəqiqədə artıq tamamlanıb. Ömər Paşayev saatına baxır və final fitini səsləndirir hörmətli tamaşaçılar. Ömər Paşayevin final fiti Sumqayıt 0, Zirə 2.